Əziz səhifə izləyiciləri, axşamınız xeyir. Bağışlayın ki, verilişi saat 8-ə deyib, bir 40-45 dəqiqə gecikmişəm. Bütün günü işdən sonra da tıxaca düşdüm, ona görə yazdım da ki, o barədə. Əziz səhifə izləyiciləri, axşamınız xeyir bir daha. Yadınızdadırsa da mən sizə Ramiz Mehdiyev haqqında cinayət işi başlanması elan olunan kimi o silsilə verilişlərin birində bir neçəsində demişdim ki, həmin bu dəstə 2002-ci ilin martında mənim qətlimi sifariş vermişdi. Və sizə söz vermişdim ki, bununla bağlı rəsmi bir məlumat olan kimi açıq nəyin necə baş verdiyini sizə bildirəcəm. Dünən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən rəsmi məlumat yayıldı. Ona görə mən bugün qərara gəldim ki, sizə verdiyim sözü əməl edeyim. Mənim burada səsləndirdiyim fikirlərin nə qədər ciddi olması barədə məsuliyyətimi dərk edirəm. Dediklərim barədə istənilən orqanda cavab verməyə hazıram. Və ümid edirəm ki, bu barədə cinayət işi başlanılarsa, mən burada sadalamadığım bəzi sübutları da o rəsmi dövlət strukturlarına verərəm. 2002-ci ilin martında nə baş vermişdi? ...17 Mart 2002-ci ildə ölkədə tanınmış bir hüquq işçisi, həmin dövrlər kriminalist müstəntiq işləyən Rövşən Əliyev qətlə yetirildi. Mən Rövşəni Azərbaycana gəldiyim ilk günlərdən tanıyırdım. 1989-cu ildə gəldim, onunla tanış oldum. Rövşən ölkədə mənim tanıdığım ən güclü, yəni bacarıqlı bir müstəntiq idi. O müstəntiq olmaqdan başqa, həm də onda güclü əməliyyat istedadı var idi. Ona görə biz onunla dostluq elədik. Sonra işlədi Bakı şəhər prokurorunun birinci müavini. 95-ci il, ondan sonra 92-ci ildə Respublikanın hərbi prokuroru işlədi. Sonra bir neçə vəzifələrdə işlədi. Son vəzifəsi Respublika prokurorunun səhv etmirəmsə də kriminalistika şöbəsinin rəisi idi. O qətlə yetiriləndən 2 gün sonra təxminən rəhmətli Qənirə Paşayeva məni ANS-in efirinə dəvət etdi. Həmin bu veriliş əminəm ki, ANS-in arxivində var və istəsələr müvafiq strukturlar onu asanlıqla əldə edə bilərlər. Və mənə verdiyi elə ilk sual Rövşən Əliyevin bir dostu kimi onun qətlə yetirilməyi barədə hansı səbəblərin, motivlərin ola biləcəyi ilə maraqlandı. Mən çox qısa və net şəkildə bildirdim ki, Rövşən Əliyevin qətli ancaq onun apardığı işlərlə bağlı, yəni peşə fəaliyyəti ilə bağlı ola bilər. Onda rəhmətli Qənirə xanım xatırlatdı ki, Aslan mənim, mətbuatda çox israrla tirajlanır ki, bu məişət zəminində ola bilər. Qətiyyətlə bu fikri rədd edib, bir daha dedim ki, Rövşən Əliyevin qətli ancaq və ancaq onun peşə fəaliyyəti ilə bağlı ola bilər. Bu təxminən 2002-ci ilin mart ayının ya 19-u ya 20-si olubdur. Veriliş zamanı, yəni tək bu qətllə yox, başqa deyək, hüquq sahəsi ilə də söhbətlər oldu. Və Qənirə xanım bir daha dedi ki, siz inanırsınız ki, bu işin üstü açıla bilər. Mən dedim, bəli, inanıram açıla bilər, əgər hakimiyyət rəsmiləri bunu istəsə. Və orada təkrar elədim ki, mənim Daxili İşlər Nazirliyində tanıdığım hələ 90-cı illərdən çox güclü əməliyyatçılar var. Əgər rəsmi şəxslər onlara ciddi göstəriş verib, canilərin
tapılmasını tapşırsalar, onlar kısa müddətdə onu edərlər. Xüsusilə Daxili İşlər Nazirliyində. Və dedim ki, mən inanmıram ki, Azərbaycanda hansısa bir cinayət işi baş verə və onu Daxili İşlər Nazirliyi bilməyə. Bu söhbət əsnasında Qənirə ilə bizim aramızda bir mübahisə kimi yarandı ki, Qənirə mənə dedi ki, Həsən müəllim, siz hüquq mühafizə orqanlarına belə etibarsızlıq göstərirsiniz. Axı bilirsiniz ki, Azərbaycanda, Rusiyada, elə qonşu Rusiyada cinayətkar dəstələr var, adam oğurluğuyla məşğul olurlar, reketçiliklə məşğul olurlar. Ondan sonra deyək, başqa cinayətkar qruplar mövcud, amma Azərbaycanda bu yoxdur. Onda mən bir söz işlətdim ki, Azərbaycanda Daxili İşlər Naziri bugün bütün o qrupların deyək, fəaliyyətini həyata keçirir və özünə rəqib görmək istəmir. Bu verilişdən təxminən 2 ya 3 gün keçdi. Gecə saat 11 idi, mənim evimə zəng gəldi, ev telefonuna. Telefonu açdım, rəhmətli keçmiş Daxili İşlər Naziri Abdullah Allahverdiyev idi. Mən Abdullah müəllimi 1990-cı ildən tanıyırdım yaxşı. 1990-cı ildə bir qrup prokurorluq işçiləri cəbhə bölgəsinə göndərilmişdi. O dövrü xatırlayanlar çox yaxşı bilirlər ki, 90-cı illərdə pasport rejiminin yoxlanılması prosesi keçirilirdi Dağlıq Qarabağda. Azərbaycan tərəfdən o qrupun rəhbəri o vaxtı polkovnik rəhmətli Abdullah Allahverdiyev idi. Amma Rus qoşunlarının köməyi edilirdi. Həmin elə o görüşdə biz Füzuli rayonunda görüşdük Abdullah müəllimlə. O bir çox işlər dedi ki, həqiqətən o dövr o böyük işlər görürdü. Rus hərbiçiləri, orada bir Gürcü familyalı hərbiçi var idi. Abdullah müəllim deyirdi ki, mən onunla kontakt yaratmışam. Qısa zamanda biz bu deyək, o separatçı erməniləri buradan rədd eləyəcəyik. Ondan bizim onunla xoş münasibətimiz yarandı. Sonra dəfələr Daxili İşlər Naziri olanda da, ondan çıxandan sonra da bir-birimizə belə mən ona böyük bir ağsaqqal kimi baxırdım. O da mənim xətrimi çox istəyirdi. Amma mənə heç vaxt gecə 11-də zəng eləməmişdi. Telefonda zəng elədi və qısa şəkildə dedi ki, düş aşağı 15-20 dəqiqə mən həyətində olacam və trubkanı astı. Onda mən yaşayırdım 5 nömrəli Balnitsa ilə üzbəyüz. Orada 10 mərtəbəli binalar var idi. Həsənoğlu 21. Mənzil 15 idi. Mən belə tərəddüd elədim, amma yenə Abdullah müəllim deyir, düşdüm aşağı, biraz da tez düşdüm. Həyətə maşın girəndə o dəqiqə görünür. Həyətə maşın girdi, birinci elə maşın girdi, köhnə Sovet maşını var idi, Qaz Moskviç, Qaz 2141, Şabalı trənkili. Düzü, mən heç gözləmirdim ki, Abdullah müəllim burada ola. Maşın saxladı, qapını açdı, sürücü qapısını, oradan Abdullah müəllim düşdü. Yaxınlaşdıq, salamlaşdıq. Dərhal mənə dedi ki, Aslan, təcili ölkəni tərk et. Mən sual verdim ki, Abdullah müəllim, mən nə varmışam ki, ölkəni tərk edəm? Səni qətlə yetirəcəklər. Deyim, hansı, nəyə görə? Yəni, mənim elə bir qəbəhətim yox, elə bir işim yox ki, mən ölkədən çıxam. Dedi, səni heç nə deyə bilmərəm, amma çıx. Mən soruşdum ki, Abdullah müəllim, məlumat hardadır? Dedi, hesab elə ki, qərar verilən yerdə mən özüm olmuşam. Mənim o qədər etibar etdiyim insan deyil. Təxminən bu 5 dəqiqə ərzində çəkdi. Abdullah müəllim otdu, getdi maşına, mən qalxdım evə. Tərəddüd içindəki bu, yəni mən nə qayırmışam, nəyə görə, kimlər, nə üçün məni qətlə yetirməlidirlər. Amma istənilən halda artıq o dövr bilinirdi ki, bir neçə qətillər adətən padyezlərdə həyata keçirilir. Mənim xoşbəxtliyimdən oranı tanıyan varsa Həsənoğlu 21, orada 2 padyezli evdir, ona da perpendikulyar 7 padyezli başqa ev var. Bu Azərbaycanda heç yerdə olmayan
Bu evlerin bir xüsusiyyəti var idi ki, birinci podyezdən 10-cu mərtəbəyə çıxıb, oradan qalxıb, Kırşayla istənilən podyezdə düşmək olardı. Yəni, bəzən, deyək, 9-cu mərtəbədə yaşayanlar, ikinci, yaxud o 7 bloklu mənzilə getmək istəyənlər, elə Kırşı ilə gedib 9-dan oradan da düşərdilər. Mən də bunu bilirdim. Ona görə mən təxminən 3 gün, 4 gün indi deyə bilmərəm də ki, ehtiyat eləyirdim, maşına baxırdım, oturanda maşını yoxluyurdum. Arada bir dəfə də həyətdə maşını saxlayanda Bendex deyilən bir şey var, mənim onda başım çıxmırdı. O işə düşdü, qurğu onda da belə çox səs çıxır. Və o səs də o vaxtlar Rusiyada olurdu, tez-tez maşının altına partlayıcı qurğu yerləşdirirdilər. Zənn etdim ki, həmin o səsli tez maşını tərk etmişdim. Amma təxminən uzaqbaşı bir həftə bu keçdi. Bir həftədən sonra artıq gedirəm, gəlirəm, heç nə yoxdur və bütün bu işlərin başını buraxdım. Bu hadisə də yadımdan çıxdı. 2005-ci il oldu. 2005-ci il Hacı Məmmədov dəstəsi tutuldu. Ondan bir müddət sonra Daxili İşlər Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi General Zakir Nəsirov tutuldu. Ondan bir gün keçmiş Abdullah müəllim mənə zəng etmədən gəldi ofisimə. Nizami küçəsində yerləşən ofisimə. Girdi, salamlaşdıq. Mən dedi, Aslan, səndən bir xahiş eləyəcəm. Vəkilsən, Daxili İşlər Nazirliyində də əlaqələrin var. Maraqlan gör, bu adamın həbs təhlükəsi varmı? Ad familiyasını çəkdi. Bilirəm o adam kimdir. Amma onda dəqiq hansı şöbədə işlədiyini bilmirdim. Mən öz iş yoldaşlarımla, o işə çıxan vəkillərlə, rəhmətlik Adil İsmailov onda işə çıxırdı. Ondan maraqlandım, dedilər ki, o adamın heç bir əlaqəsi yoxdur və tutulma təhlükəsi də yoxdur. Təxminən bir həftə sonra, yəni tam məlumat toplayandan sonra zəng elədim Abdullah müəllimə ki, görüşək. Və bu zəng eləyə mən biləndə ki, həmin adam Abdullah müəllimin o həbs təhlükəsinin olub-olmadığı soruşduğu adam Hacı Məmmədovda neyini idarədə işləyirdi. Ona görə Abdullah müəllimə zəng elədim ki, görüşmək istəyirəm. Dedi, mən günortadan sonra gələrəm yanına. Gəldi, mən ona deyim ki, Abdullah müəllim, bu adamla bağlı yəni, o cinayətlərdə heç bir yerdə adı hallanmır və onun da həbs təhlükəsi yoxdur. Və dərhal soruşdum ki, Abdullah müəllim, 2002-ci ildə yadınızdadır, mənə zəng elədiniz, gecə gəldiniz, dediniz ki, belə qətl ola bilər, ölkəni tərk et. Abdullah müəllim mənə dedi ki, belə bir şey olmayıb. Deyim, Abdullah müəllim, axı gəldiniz həyətə, belə bir şey olmayıb deyib çıxdı. Bundan sonra mənim artıq bu məsələyə daha ciddi yanaşmam başladı. Ondan sonra artıq öz araşdırmalarımı apardım. Görüşdüyüm adam oldu, təxminlərim oldu və qənaət nə oldu? Qənaət yox, həqiqətən olan nəticə nədir? Rəhmətli Rövşən Əliyev qətlə yetirilməmişdən 17-si yetirilib. Ola bilsin 3 gün, 4 gün əvvəl əvvəllər mühüm işlər müstəntiqi işləmiş Əlövsət Abbasov var idi. Respublika prokurorluğunda mühüm işlər müstəntiqi işləyirdi, yaxşı tanıyırdım. Ona qədər Qoradildə səhv etmirəmsə İstintaq İdarəsinin rəisi işləyirdi. Son vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Mənə dostlar zəng elədi ki, Əlövsətin, Alik deyirdik ona biz, atası rəhmət edibdi. Yerini dedilər, mən də gəldim həmin hüzür yerə. Hüzür yeri indi yadımda deyil, amma içəri şəhərin ətrafında idi. Ona görə ki, çadır qurulmuşdu, maşın saxlamaq da biraz yer yox idi. Mən biraz aralıda maşın saxladım. Gəldim, girdim o hüzür yerinə.
Oturdum, əyləşdim. Elə başımı qaldıran kimi gördüm ki, məndən bir stol üzbəyüz rəhmətli Rövşən Əliyev oturubdu. Rövşən Əliyev görən kimi mənlə salamlaşdı. Mən cavab vermədim. Ona görə ki, ondan təxminən 3 il, 4 il əvvəl bizim Respublika Prokurorluğunda belə bir ciddi, ölkə üçün çox əhəmiyyətli olan bir işlə bağlı mən hesab edirdim ki, orada biraz saxtakarlığa yol veribdi. O başqa cür anlatdı, biz atışdıq və bizim münasibət həmin məqamdan kəsilmişdi. Və ona görə də mən elə şəxsi yox, həmin işə görə ondan inci idim. Ondan sonra biz görüşməmişdik. Sonra Rövşənin davranışından gördüm ki, bir deyək, fasil olan kimi, hansısa Fatihə verilən kimi o gəlib oturacaqdı yanımda. Ona görə Fatihə verilən kimi mən dərhal çıxdım məclisdən. Məclisdən çıxdım sola, ondan sonra bir daha sola ki, gedim maşınıma oturum. Gəldim maşına oturdum. Xoddivico hərəkətə keçəndə Rövşən döndü, mənə əl elədi ki, saxla. Mən maşını saxlamadım. Yəni dedim ki, belə çox inci idim ondan. Maşını saxlamadım, sürdüm, getdim. Və mənim nə üçün bunları söyləyirəm, araşdırmalar nəyə göstərdi. Sonra mənə dedilər, yəni o iş aparanlarla bağlı daimi danışırdım, eləyirdim, necə oldu, hacı məsələsi ortaya çıxandan sonra mənə dedilər ki, hacı ilə çox yaxşı olubdu. Mən o başıma gələn əhvalatı soruşdum ki, Rövşən çıxdı, mən onu yəni maşını saxlamaq istədi, saxlamadım. Yəni mənim onda da qənaətim o idi ki, Rövşən israrla mənlə görüşməyi, onu gözləyən o təhlükəni ya hansısa olduğunu, yəqin onu bilirsiniz ki, o dövrlər çox oldu ki, Rövşən onu gözləyən təhlükələrlə bağlı Zakir Qaralovı, Rüstəm Usubov, bunların hamısını xəbərdar etmişdi o dövr. Amma çox təəssüf edirəm ki, o hissələr araşdırılmamış qaldı. Bu hadisə olur, həmin günü, həmin məclisdə Rövşənlə yan-bayan Hacı Məmmədov oturur. Hacı Məmmədov görür ki, mən çıxanda Rövşən dərhal mənim arxamca çıxır. Amma Hacı Məmmədov görmür ki, biz Rövşənlə danışmamışıq. Bu bir. Ondan sonra mənim aynesdə çıxışım. Və aynesdə deməyim ki, onu o verilişi indi yenidən kimsə götürüb baxa bilsə, mənim özümün imkanım olsa, mən onu özüm yerləşdirib sizə yayardım. Orada Qənri ilə ki, bizim mübahisəmiz düşmədi, Daxili İşlər Naziri ilə bağlı mən negativ, o pozitiv hadisələr dedi. Mən onda dedim ki, Qənrə, mən səni əmin eləyirəm ki, əgər Daxili İşlər Naziri istəsə, bir günü açar onu. Ola bilsin, artıq bilirlər. Hacı Məmmədov və onun dəstəsi, başçılıq edənləri, elə Ramil Usubov içi qarışıq. Onlar yəqin ki, bunu dərhal eşidirlər. Və zənn edirlər ki, Rövşən mənə olan bütün o təhlükəni hamısını açıb deyibdir. Və ondan sonra qərar qəbul edirlər. Ki, mənim qətlim həyata keçirilsin. Nə üçün qətil baş çıxmayıbdır? Onu da baş tutmayıbdır. Onu da sonra özüm araşdırmışam. Nə baş verib? Bugün də sağ olan bir neçə çox yüksək rütbəli, o cümlədən general rütbəsində olan şəxslər var. Mən əminəm ki, əgər Dövlət Təhlükəsizlik Xidməti bu işi araşdırarlarsa, onların da bir neçəsi əminəm ki, bu mənim çıxışımı eşidəcəklər. Mən onlar çox vicdanlı, dövləti, vətənini sevən, peşəkar bir insan kimi tanıyıram. Və özü də təxminən mən yaşdadılar. İnanıram ki, onlar mənə dediklərini orada da deyəcəklər. Nə baş verir? Mənim qətlim sifariş verilir. Yəqin ki, gəlib həyətdə gözləyirlər, orada bir neçə nöqtə var. Və xəbərdarlıq olunur ki, bu girdib həyətə. Mən həyətə girirəm. Amma həyətin içi o gözləyənlər 5 nömrəli xəstəxananın böyründən dönürəm. Ya orada gözləyir, yaxud evlə üzbəyüz gözləyir. Amma həyətin içinə getmirlər. Buradan
həmin o killerlərə kimlər ki icra edəsidir. Onlara xəbər verirlər ki, girdi həyətə. Onlar da padyezdə gözləyir. Yəqin ki, mən 6-cı mərtəbədə yaşayıram. Yəqin ya 1-ci mərtəbə, ya 2, ya 3. Amma mənim 1 gün, 2 gün, 3 gün bu həyətdə düşüb padyezdə çıxdığımı görmürlər. Evimə necə daxil olduğumu görmürlər. Ona görə ki, mən ya 4-cü, ya 5-ci, ya 7-ci padyezdən qalxıb, kırşa ilə gəlib, 1-ci padyezin kırşasından 6-cı mərtəbəyə düşürdüm. Və bu dövrlə baş verir. Sifariş verənlər, əminəm ki, o Ramiz Beytiyevdə həmin işi. Sifariş Ramiz Beytiyevdəndir. Maraqlanırlar, nə oldu? Deyirlər, hələ icra olunmuyubdu. Bu duyuq düşübdü. Yəni, mənim özümü artıq təhlükəsizliyimi təmin etmə cəhdim bunlara anladır ki, mən təhlükəni bilirəm. Yəni, qətil baş verəcəyini məni xəbərdar ediblər. Və bundan narahat olurlar və deyilən söz nə olur? Məni tanıyanlar çox yaxşı, o illəri bilənlər çox gözəl bilirlər ki, mən azı ildə bir dəfə Amerikada, Avropada olurdum. Və Amerika prezidentlərinin köməkçiləri, senat, kongres, senatorlar, kongresmenlər, Avropa Şurasının baş katibi Walter Schwimmer, Parlament Asambleyasının prezidenti Lord Russell Johnson məni çox yaxşı tanıyırdılar. Və bunlar qərar qəbul edirlər ki, artıq advoy versinlər ki, mən bunu bilmişəm, bilmişəmsə də demək, tanıdığım dostları xəbərdar eləmişəm ki, bax, Rövşən, bunlar zənn edir ki, Rövşən mənə deyib, ondan sonra mənim qətlim barədə də mənim məlumatım olubdur və mən də müvafiq adamları məlumatlandırmışam. Və qətli icra olmasını dayandırıblar. Bu qısa müddətdə baş veribdir. Ondan sonra 2005-ci ilin təxminən, indi yadımda deyil, amma onu baxıb öyrənmək olar, Polşaların müstəqillik günü idi. Mən də səfirliklər həmişə dəvət edirlər bu müstəqillik günlərinə. Həmin müstəqillik tədbiri Filarmoniyanın həyətində keçirilirdi. Mən gəldim Filarmoniyanın həyətinə. Onda birinci dəfə Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov həyat yoldaşından həmin tədbirə gəlmişdi. O tədbirdə yüzlərlə adamlar iştirak edirdi, bunu görmüşlər. Həmin tədbirdə Eldar Mahmudov elə bil ki, həyat yoldaşından gəzə-gəzə gələndə özü mənə yaxınlaşdı. Salam verdi, Aslan necəsiz? Aslan müəllim necəsiz? Dedim, yaxşı, hərçənd ki, biz heç vaxt belə üz-üzə görüşməmişdik ona qədər. Belə salam verdi, çox mehriban görüşdü. Mən onu Eldar müəllimə deyim ki, Eldar müəllim. Mənə dedi ki, mənə bir sözünü deyim, Eldar müəllim, mən sizdən xahiş edirəm. Orada Hacı Məmmədov işi var. Mənlə bağlı da epizod var. Xahiş edirəm, o işə ciddi nəzarət edin. Eldar Mahmudov mənə dedi ki, Aslan mənim bilirəm, narahat olmayın, nəzarətimdədir. Amma sonra heç bir qərar qəbul olunmadı. Niyə? Ramiz Beytiyevin verdiyi göstəriş. Aslan İsmailovdan qəhrəman obrazı düzəltməyin. Və bununla o iş bitdi. Mən uzun illər, yadınızdadırsa da, mən 1994-cü ildə burada bir neçə dəfə demişəm çıxışlarımda. Mənim vəzifədən azad olunmağıma səbəb Ramiz Beytiyevin təşkil etdiyi xidməti məktub olubdur. Həmin xidməti məktubu yazan Avtandil Bayramov adlı bir yaramaz olubdur. Onda dövlət, indi Fuad Ələsgərovun yerində işləyirdi. Mən də həmin şöbədə baş məsləhətçi idim. Bununla yola getmirdik. Yola getməməyimizin də bir səbəbi var idi. O özünü mənə Gürcüstanlı kimi təqdim etmişdi. Mənə də Eloğlu deyirdi. Ümumiyyən, səhv etmirəmsə də elmlər namizədi idi. Amma onu tanıyanlar çox yaxşı bilirlər ki, onun heç nədən xüsusilə hüquqdan anlayışı yox idi. Mən sizə bir kəlmə deyim, o şöbəyə təzə gələndə işçilərə
ərizələri ünvanlayırdı. Onun mənə ilk yazdığı ərizə məhkəmə ilə bağlı olmuşdu və üstünə balaca belə kağız qoyub, skripka ilə də möhkəmləndirmişdi. Orada yazmışdı. Əli məhkəməyə göndər. Ali yazmaq əvəzinə Əli yazmışdı. Məhkəməyə yazmaq əvəzinə məhkəməyə. Mən də onda bu birinci günü gələn ki, mənə belə çox səmimi dedi ki, Aslan müəllim, mən hüquqda işləməmişəm, sizin təcrübəniz böyükdür, hakim, prokuror işləyibsiz, mənə kömək edilərsiniz. Mən də demişdim, baş üstə. Az sonra bu məndən, indi bir epizodda deyim, bir gün gəldi, mənə dedi ki, bunu verilişlərdə demişəm bir dəfədə, mənə dedi ki, Lalə Şövkət göstəriş verib, Zemfira Verdiyeva da orada Xarici Dillər Universitetinin rektor işləyirdi. Səmail məhkəməsi bərpa eləyibdi. Sən o işdən xəbərin varmı? Dedim, yox. Onda onun mənə dediyi sözləri bir daha sizə təkrar edirəm. Dedim, bəs sən nə dər işləyirsən? Biz axı bütün işləri bilməliyik. Kim baxır, hansı işə baxır, kim hardan nə qədər alır, rüşvəti yanı. Biz bilməliyik axı, biz belə oturub baxacaq, onlar rüşvət yığacaqlar, biz də bir başqa ifadə işlətdi. Mən ona dedim, çapdan deyil. Sən deyəsən dəyişib salıbsın, bura mağaza deyil. Bura prezident aparatının dövlət hüquq şöbəsidir. Bunu o dövrlər mənlə orada işləyən, vaxtilə Ekspertiza İnstitutunun direktoru olmuş Fuad Cavadov da bilir bizim münasibətimizi. Sonra Ədliyyə Nazirinin birinci muavini işləmişdi. İndi bu yaxınlara qədər Toğrul Musayev də bilir. İşləyənlər hamısı bilirdi ki, biz yola getmirdik. Yola mən ona bir alverçi kimi baxırdı. Ramiz Mehdiyev ona göstərir. Verdiyev işindən bağlı bir gün gəldi ki, o işi təcili tələb eləmək lazımdır. Deyim, Aftan dil, o işi tələb eləmək olmaz, mən işə müdaxilə eləyə bilmərəm. Dedi, Lalə Şövkətin göstərişidir. Dövlət katibi Lalə xanım Şövkətin göstərişidir. Dedim, vallahi onun göstərişi olsa da bu qanunsuz göstərişdir. Mən işi prezident aparatına tələb eləyə bilmərəm. Götürdü, dərhal birbaşa telefonu var idi. Yığdı, dedi, Lalə xanım, mən Aslan İsmailov yanımdadır, ona göstəriş verirəm, Zemfira Verdiyevanın işini tələb eləsin, o imtina eləyir. Danışdı, telefonu qoydu, dedi, get Layla xanımın yanına. Onda Layla xanımın köməkçisi Əvəz Teymixan adlı bir adam idi. Gəldim, keçdim, Layla xanım dedi ki, Aslan İsmailov, Avtandil Bayramov sizə göstəriş verirdimi, Zemfira Verdiyevanın işini tələb elə. Dedim, bəli. Niyə icra etmirsən? Dedim, Lalə xanım, bu qanunsuzdur. Niyə qanunsuzdur? Dedim, bizim hüququmuz yoxdur, o işi tələb eləmək. Əgər nəsə varsa da mən uzaq başı, o da dedim bizim, yəni uyğun deyil. Uzaq başı mən zəng eləyərəm Xanlar Hacıyeva, onda Ali Məhkəmənin sədridir. Deyərəm ki, o işi tələb eləsin, öyrənsin, bizə bir arayış versin. Onda Lalə xanım mənə dedi ki, bu Cənab Prezidentin göstərişidir. Deyim ki, Lalə xanım, mən inanmıram ki, Cənab Prezident belə qanunsuz göstəriş verə. Əgər olmuş olsa belə, mən onu icra eləməyəcəm. Lalə xanım sağdır. İndi bu günlərim istənilən adamlar bunu dəqiqləşdirə bilər Lalə xanımdan. Bunu niyə deyirəm? Ona görə ki, elə təmin ilin təxminən oktyabr idi, səhv etmirəmsə də. Mən onda naharda evdəydim. Mənə zəng elədilər ki, təcil gəlin, Lalə xanım hamını yığır. Gəldim Lalə xanımın otağına, bütün aparat işçiləri oradaydı, mən gecikmişdim. Mən gələn kimi Lalə xanım qalxdı ki, hamı yığışdı, sizə elan eləyirəm ki, mən istefa ərizəsi yazmışdım və Prezident Heydər Əliyev mənim istefa ərizəmi qəbul edib. Hamıya təşəkkür elədi, bircə fəaliyyətə görə sizə təşəkkür eləyirəm. O zalda yenə deyirəm, yüzlərlə adam oturubdu. Oturmuşdu o dövr. Ayrıca yaxınlaşdı, mənə təşəkkür elədi ki, sizə təşəkkür eləyirəm.
həmişə belə prinsipial olun. Və bu hadisəni sizə mən burada nəql elədim. İndi mən ola bilsin nəyisə də fikrimdən yayındım elədim. Ramiz Mehdiyevlə bağlı. 94-cü il mən işdən azad olunandan sonra məni zəng elədi. Bunu bir neçə dəfə demişəm, bir daha təkrar edirəm. Onda İşlər İdarəsinin müdürü işləyirdi, Akif Muradverdi, bir gün sağdı. Zəng elədi evə, çağırdı məni qəbula. Gəldim bunun qəbuluna, mən də bir aydır işdən azad olunmuşam və israrla tələb eləyirəm ki, mənim işdən azad olunmağımın səbəbini mənə deyin. Məni Akif Muradverdinin otağında qəbul elədilər, Ramiz Mehdiyev də oradaydı. Belə çox hörmətlə Ramiz Mehdiyev salam verdi, əleyhü salam. Hasan müəllim narazılığınız nədir? Dedim, Ramiz müəllim, mənim narazılığım ondadır ki, mən bilmək istəyirəm, niyə mən işdən azad olunmuşam? Mən rüşvət almamışam, işə vicdanına yanaşmışam. Hələ onu demədim, amma o dövr 93-cü il 17 avqustda Rəhəm Qaziyev Heydər Əliyevi təhqir edəndə Milli Məclisdə yeganə Heydər Əliyevi müdafiə edən şəxs mən olmuşam. Bugün bunu belə əminliklə deyirəm, ona görə ki, bunu hamı bilir. Dedim, mən işimin də öhdəsindən gəlirəm, təcrübəm kifayət qədər. Əgər bu onunla bağlıdırsa da ki, yeni prezident seçilibdir, yeni komanda yığır, mən onu izah edeyim, mən gedim. Yoxsa mənim də sərəncamda yazılıb, Aslan İsmailov tutduğu vəzifədən azad edilsin. Və məni vəzifədən hörmətsiz şəkildə çıxardıblar. Yəni, elan eləyirlər dərhal. Vəsiqəni təhvil ver, otağı təhvil ver, 10 dəqiqə də şeydən çıxardıblar, otaqdan. Ərsənd ki, həmin günü mənə Həsən Həsənov zəng eləmişdi, Xarici İşlər Naziri. Demişdi ki, Aslan, işdə olcunan sənə xidməti pasport gətirəcəklər. Onda Heydər Əliyev rəhmətli birinci səfərini Gürcüstanı eləyirdi. 20 mayda Gürcüstanda səfər olacaq. Sən də cənab prezidentlə təyyarədə gedəsən. Çoxlu ziyalılar, zadlar qatarla, maşınla gedibdir. Mən də otaqda oturub hazırlaşıb gözləyirdim ki, məni səfərə gedəcəm cənab prezidentlə. Avtandil Bayramov girdi otağa elan elədi ki, Aslan İsmailov tutduğu vəzifədən azad edilsin. Nəyə görə, niyə görə heç izah eləmədi və dərhal da dedi ki, tərk etməlisən binanı. Mən bunu Ramiz müəllimə dedim ki, mən bilmək istəyirəm səbəbi nədir. Yox, biz hesab edirik ki, sənə qarşı biraz haqsızlıq olub. Sən get Nazirlər Kabinetində, onda Sürət Hüseynov təzə gəlmişdi, İnzibati Orqanlar İdarəsi yaratmışdı. Get həmin idarədə sən işləyəsən. Ben onda Akif Muradverdinin yanında dedim ki, Ramiz müəllim, siz Sürət Hüseynovun kim olduğunu bilmirsiniz, beni onun yanına göndərirsiniz. Bilmirsiniz ki, o dövlət çevrilişi cinayətkardır. Yox, aslında o təyin olunub, cənab prezident ona etimad göstərib, get oranı istəmirsən, mənim Respublika prokurorluğuna, Ədliyyə Nazirliyinə, mən deyim, mən vəzifə davası döyməyə gəlməmişəm. Mən səbəbini bilmək istəyirəm. Belə narazı formada mən otağı tərk etmişim. Onda da həmin o Ramiz Mehdiyev üzr istəyirəm. Həmin məqam mənə xidməti məktub göstərdi. Avtandil, o yaramaz Avtandil Bayramovun yazdığı xidməti məktub. Ki, Aslan İsmailov Xalq Cəbhəsinin yaradıcılarından biridir. İkinci bənd, Aslan İsmailov Prezident Heydər Əliyevin əleyhinə mətbuat konferansı keçirmək istəyir. Mən güldüm ki, Ramiz müəllim, axı siz peşəkar adamsınız, təcrübəli adamsınız. Bunu mənə elan eləməyə ehtiyac yoxdur axı. Siz onda Milli Təhlükəsizlik Naziri idi. Siz Milli Təhlükəsizlik Nazirinə zəng edə bilərsiniz, sizə bir dəqiqə o cavabı verəcəkdir ki, mən nəinki yaradıcılarından, həyatım boyu Xalq Cəbhəsinin heç bir iclasında olmamışam.
ve onlarla da heç bir əlaqəm yoxdur. Bu bir. İkinci, eğer ben mətbuat konferansı geçirmək istəyirdimsə, onda heç olmasa bir jurnalisti bu barədə xəbərdar etməliydim. Ona görə bu bəhanə lazım deyil. Elə bu narazılıqla da mən oranı tərk etdim. Və ondan sonra da indi məni yaxşı izləyənlər bilirlər ki, birinci dəfə 1999-cu ildə Ramiz Mehdievin əleyhinə pres klubda mətbuat konferansı keçirmişəm. Onun yeznəsinin cinayətləri ilə bağlı və Ramiz Mehdiyevin onu örtbasdır etmə. Sonraki illərdə də onlarla, yüzlərlə o barədə mənim yazılarım olubdur. Her şeyin kökünde duran bir şeydi. Ramiz Mehdiyev benim bütün varlığımla Rusya'nın buna təsir dairəsinin azaldılmasına çalışmağım olubdur. Prezident aparatında işləyəndə də, sonraki dövrlərdə və dəfələrlə Ramiz Mehdiyevi Rusya'nın Azərbaycandakı general gubernator adlandırmışam. Ona görə mən bu məlumatı verdim. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti buna ciddi yanaşacaq. Dediyim faktları araşdıracaq. Artıq bir nəfər yazıbdır ki, həmin verilişi mən dinləmişəm aynısda gedəndə. Bu yazmağa ehtiyac yoxdur. Mən təşəkkür edirəm o izləyiciyə. Həmin verilişi aynısının arxivindən tələb etmək olar. Mən təxmini vaxtı da dedim. Rövşən qətlə yetirilib. Ayın 17 Mart 2002-ci il. Bu ola bilər 19-u ya 20-si. Ondan sonrakıları da indi istintaq gedərsə mən dəqiqliyi ilə izah edərəm. Bir daha hamınıza təşəkkür edirəm dinlədiyinizə görə. Mən sözümü həmişə açıq demişəm, bu gün də açıq dedim. Və inanıram ki, bu günə qədər bəni qoruyan Allah, uca Allah bundan sonra da qoruyar. Təşəkkür edirəm, gecəniz xeyirə qalsın.